Sağlam. Sizinlə iş həyatımdan bir günü vloglayıram. Burada geyindim, keçindim, jurnalımı, çantamı aldım, yollanıram işə. Mən rəqs müəlliməsi olduğum üçün işim Qədim Quba Xalçaçılıq Mərkəzində yerləşir. Getdim, gördüm ki, hələ ki uşaqlar gəlməyib. Ona görə düşdüm zala ki, idman eləməyə. Zalımız da burada videosundan göründüyü kimi çox gözəl, səliqəli, mükəmməldir və bütün aparatların hər biri də mövcuddur. Burada girişdə bizim rəqs elanımız var. Rahatlıqla siz də yararlana bilərsiniz. Zalda məşqələyə müddətcə artıq uşaqlar da gəlmişdi. Uşaqlara ilk öncə keçən dərsdən nələr yadında qalıb, nə formada yadında qalıb öyrənmək üçün hər birini keçən dərs öyrətdiklərimiz üzrə məşq elədik və burada rahatlıqla videoda izləyib baxa bilərsiniz. Onu da qeyd edeyim ki, bu bizim cəmi 2 dərs aldığımız nəticədir. 2 aya yox ha, cəmi 2 dərs aldığımız nəticədir. İndi rəqslərimizə baxın. İlk öyrətdiyim rəqsimiz isə Azərbaycanın ən məşhur və ən qədim rəqslərindən biri olan Uzundərə rəqsidir. Bu qədim milli rəqsimizin yaranma tarixi isə təxminən 17-18 əsrləri əhatə edir. Buraya qədər gəlmisinizsə artıq rəqslərimizə baxmısınız deməkdir. 5-6 fərqli uşaqla, fərqli xarakter, fərqli yaş qrupuna malik uşaqlarla bizim 2 dərsə aldığımız nəticə göz önündədir. Rəqslərimizdən əlavə bizim qruplarımızda gimnastika və idman hərəkətləri də mövcuddur.
Burada gördüyünüz kimi uşaqlar gimnastik və idman hərəkətləri edirlər. Bunların hər biri 2 dərs aldığımız nəticədir. Bizim 5-6 nəfər olmaqla bir neçə qruplarımız mövcuddur. Həftədə 2 dəfə, 3 dəfə olan rəqs qruplarımız, həm rəqs, həm də bu formada idman, gimnastik olan qruplarımız da mövcuddur. 3-4 yaşından yuxarı bütün uşaqlar üçün qeydiyyat hələ də davam edir. Oğlanlar yalnız və yalnız 12 yaşa qədər, xanımlar isə 3-4 yaşdan 15 yaşa qədər rəqs dərslərimizə, gimnastika dərslərimizə yazıla bilər. Videomu bura qədər izləmişsinizsə, ümid edirəm ki, sizə maraqlı gəlib, yorumlarda yazarsınız 2-3 dərsə necə bir nəticə almışıq. Burada uşaqları artıq yola salıram və zalı mən bağladığım üçün bütün pəncərələri bağlayıb, hər yeri kontrol edib yollanıram mən də evə. Onu da qeyd edeyim ki, saat 10-11 arasından olaraq mən zaldaydım. Evə gedəndə artıq saat evə çatanda 4 arasıydı. Videomu bəyəndinizmi? Part 2 gəlsinmi? Ondan əlavə olaraq o biri qrupla rəqs dərslərimiz irəliləyən dərslərdə olan nəticələrimizi sizlə belə vlog eləyib paylaşmağımı istəyirsinizsə, abunə olun, yorum yazın və videomuzu bəyənməyi unutmayın. Hər birinizi sevirəm. Sevgi ilə qalın inşallah. İnşallah ki, səhvsiz bir video ortaya çıxartmışamdır.